Salam, xəbərin brendi günün trendi efirdədir. Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanmış Azərbaycan Respublikası hökuməti ilə Çin Xalq Respublikası hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında sazişi təsdiq edib. Bəli, yəni artıq Azərbaycan vətəndaşları Çinə, Çin vətəndaşları da Azərbaycana vizasız rahat səfər edə bilər. Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib. Ümumi sahəsi 25 min kvadrat metr olan 18 mərtəbəli binada komitənin struktur bölmələrinin əməkdaşlarının yüksək səviyyədə çalışması üçün hər tərəfli şərait yaradılıb. Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının layihə quraşdırma işlərində maksimum səviyyədə ən müasir texnologiyalardan istifadə olunub. Bütün layihəçilər, mühəndislər və inşaatçılar Azərbaycan vətəndaşlarıdır və ölkə universitetlərinin məzunlarıdır. Azərbaycanla Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında qərara əsasən Naxçıvanda Sarsılmaz Qardaşlıq 2025 kompüter dəstəkli komando qərargah və Mustafa Kemal Atatürk 2025 döyüş atışlı birgə taktiki təlimlərinə hazırlıq məqsədi ilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib. Təlimə cəlb edilən bölmələr və hərbi texnika sərhəd keçid məntəqəsindən Naxçıvana yola düşüblər. Təlimin planına əsasən tank mexanikləşdirilmiş və komando bölmələri artilleriya, hava hücumundan müdafiə və aviasiya bölmələrinin dəstəyi ilə müxtəlif təlim, döyüş tapşırıqlarını yerinə yetirəcəklər. Ve teslim ediyorum. Tarihi zaferlerle dolu. Onunla Azerbaycan bayrağını tahmin edeceğim. İyunun 9-da vətəndaşların bank hesablarından kiberyolla pul vəsaitlərinin oğurlanması ilə bağlı polis orqanlarına hər hansı müraciət daxil olmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib. Daxili İşlər Nazirliyi naməlum nömrələrdən gələn zənglər və mesajlar vasitəsilə vətəndaşların şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi cəhdlərinin qarşısının alınması məqsədi ilə əhalini diqqətli olmağa çağırır. Və şükürlər olsun ki, son aylarda ilk dəfədir ki, bank kartlarından pul çəkilməyib. Belə bir soyğunçuluq olmayıb. Deməli, maarifləndirmə işləri öz faydasını verib. Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə yayan sürücü saxlanıldı. Sürücü Mahir Məmmədli məhkəmənin qərarı ilə 1 il müddətinə sürücülük hüququndan məhrum edildi və 15 sutka inzibati qaydada həbs olundu. Və təkcə sürücülər yox, piyadalar da yol hərəkəti qaydalarına əməl etməlidirlər. Sizə piyadaların yol hərəkət qaydalarını pozaraq özlərinin də, sürücülərin də həyatlarını necə alt-üst etdiyini göstərən videonu təqdim edirik. Piyadalar diqqətli olmalı, sürücülərin onlara yol verdiklərinə əmin olduqdan sonra yolu keçməlidirlər. Yol hərəkəti haqqında qanunun 40-cı maddəsində göstərilən bu qaydalara əməl edilmədikdə yol nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz olur və təəssüflər olsun ki, bu qəzalar piyadaların ölümü və xəsarət ilə nəticələnir. Daxili İşlər Nazirliyindən bildirilib ki, Bakı şəhərində qadın sərnişinlərə qarşı qeyri-etik hərəkətlər edən və qanunsuz fəaliyyət göstərən taksi sürücüləri ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Jurnalist Rahib Qəribə xəsarət yetirilib. Hadisə jurnalistlər binasında qeydə alınıb. Orada yaşayan tanınmış jurnalist Rahib Qərib bir qrup şəxs tərəfindən döyülüb. Şahidlərin bildirdiyinə görə hadisə avtomobil parklanması zamanı düşən mübahisə zəminində baş verib. Belə ki, Rahib Qərib avtomobilini park edərkən digər maşını yüngül zədəliyib. Buna görə həmin avtomobilin sahibi və onun yaxınları jurnalisti döyüblər. Faktla bağlı Səbail rayon polis idarəsində araşdırma aparılır.
Moskvada isə Azərbaycanlıların çalışdığı bazara hücum edildi. Həm yerlərimizin çalışdığı bazara 2 nəfər əlində Winchester markalı odlu silahla daxil olaraq bazarda çalışan Azərbaycanlılar da daxil olmaqla qeyri-Rus millətindən olanları hədələyiblər. Avstriyada isə məktəblərdən birində silahlı insident olub. Son məlumatlara görə 8 nəfər qətlə yetirilib, atəşi açan şəxs isə zərərsizləşdirilib. Əziz Ağdamlılar, ekrana indi siz daha yaxın əyləşin. Ağdamın Xıdırlı kəndi doğma sakinlərini qəbul etməyə hazırlaşır. Təbbin tabeliyində olan xəstəxanalardan birində lentə alındığı deyilən videoda pasiyent xəstələrə verilən günorta yeməyinin keyfiyyətsizliyindən danışır. Gəlin izləyək. Bu Dövlət Səhiyyə Nazirinin balansında olan təbibin verdiyi abed, yəni sığortadan tutduğu 25 manat, yəni səhər yeməyi 15 manatdır, günorta yeməyi 25 manatdır, yeməyi babıdır. Qiriçka, içində heç bir şey yoxdur. Bu düyü supudur, düyüdən çox içində su var. Bu da bir dilim ağ çörək, 2 dilim qara çörək. Nə bunun əti var, nə də bunun şorabası var. Yəni ki, təbib bizdən tutduğu pulun qiymətində verdiyi yemək. Su, bax su, adı sudur. Hələ qarpız mövsümü olmasa da piştaxtaları qarpızlar bəzəyir. Vaxtından əvvəl süfrələrə gələn qarpızların isə insanı zəhərləmə təhlükəsi çox yüksəkdir. 3 gün əvvəl 20 yaşlı Dərya Ağayeva qarpızdan zəhərlənərək həyatını itirib. Bugün təbib açıqlama verərək bildirib ki, sözgedən 20 yaşlı şəxs iyunun 7-sində qıcolma vəziyyətində kliniki tibbi mərkəzin təcili və təxirə salınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib. Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilsə də xəstənin həyatını xilas etmək mümkün olmayıb. Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, qida zəhərləməsi ilə bağlı yayılan məlumatlar təsdiqini tapmayıb. Günün trendini təqdim edirik, amma bu şəxs günün yox, bütün həftənin trendində özünə yer alıb. Fırıldaqçının buynuzu olmur ki, hər fırıldaqçı öz bildiyi, bacardığı kimi insanların cibinə girir. Son günlər video çəkib özünü aləmlərin sahibi kimi, əstağfurullah, aləmlərin sahibi kimi təqdim edən bu fırıldaqçının həm də müğənniliklə məşğul olduğu üzə çıxıb. İndi hal-hazırda yer üzündə dünyada olan hər kəsə aiddir bu. Hər bir kəsə, vəzifəsindən, imkanından, kimliyindən asılı olmayaraq hər kəsə aiddir bu. Bu dünyada hal-hazırda sonuncu şans verir Allah Teala hər bir kəsə. Bu bütün dünyada yaşayan hər kəsə aiddir. Şans bundan ibarətdir. Bu dünyada nə qədər adam varsa, əlində kimin nə imkanı varsa, əlində olan imkanın yarısını mənə borcludur. Bu mənim haqqımdır. Çünki əbədiyyəti mən qazandım. O dağ sənin, bu dağ mənim. Bədii dildə gözəl səslənən bu cümlələri İsmayıllıda, reallıqda da həyata keçirənlər var. Bəli, sosial mediada İsmayıllıda dağların hasarlanıb mənimsənildiyi iddiasını ehtiva edən video yayılıb. Bunları özü təzə qazır. İndi gedirik dağın içinə. Obşubu belə girir. Buradan girir meşənin içinə. Xeyli ucu yer tuta-tuta gedirlər, dinməyə. Daha bir dilbər güşəmizdə isə təmizliyə riayət etməyənlər tənqid olunub. Şuşada ən modern zibil qabları quraşdırılsa da, bəziləri evlərindəki natəmizliyi küçələrə daşıyır. Belə qəşəng zibil bədərləri qoyublar cürbəcür. Kağız üçün, şüşə, metal, qarışıq. Amma görünür ki, bu zibil bədərlərinin yanında bir nəfər də əlavə işçi qoyulmalı ki, bu zibili götürsün, atsın vedrənin içərisinə. Görürsünüz? İsveçrədə torpaq sürüşməsinə görə inəkləri belə xilas ediblər. Maraqlı videodur, izləyək. De grond is eigenlijk, dat is meer
Qayıdırıq yerli xəbərlərə. Dənizkənarı Milli Parkda sudan meyit çıxarılıb. Edilmiş müraciət əsasında Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidmətinin dalğıc xilas ediciləri əraziyə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Gürcüstana getmək istəyənlərin nəzərinə qaydalar sərtləşdirilir. Bu ölkənin parlamenti əcnəbilərin ölkədə qalma qaydalarını sərtləşdirən yeni qanunvericilik paketi hazırlayıb. Dəyişikliklərə əsasən qaydaları pozan əcnəbilərə tətbiq olunan cərimələr artırılır. Ölkədə qeyri-qanuni qalan əcnəbilərin çıxarılması prosesi isə sadələşdirilir. Eyni zamanda Gürcüstana girişə qadağa və yeni cəza növlərinin tətbiqi də nəzərdə tutulur. Gürcüstandan söz düşmüşkən, bu ölkədə uşaqlar üçün musiqi yarışmasında Azərbaycan mahnısı səslənir. Oram Obalaşvili cücələrin mahnısını oxuyur. Türklərin yaxşı bir sözü var. Deyir, dünya musiqisi orkestrdirsə, Azərbaycan bu orkestrin dirijorudur. Bəli, Viyananın mərkəzində dahi bəstəkar Qara Qarayevin İldırımlı Yollar və əsəri dinləyiciləri valeh edib. Maraqlı şəhərdir. Elə Özbəkistanda keçirilən səs yarışmasında da Azərbaycan musiqiçiləri, dinləyiciləri heyran vəziyyətə salıb. Yerdən baharda görüşərik biz. Bahar gəldi geçdi. Nəinki musiqimiz, meyxanamız da bir aləmdir. İsrail hərbçiləri həm Azərbaycan meyxanasına qulaq asıblar, həm də oxuyublar. Ama şirəmmi gəlşirdi, mən qardeşim. Hələ saat 11'di, mən qardeşim. Şirəmmi gəlşirdi, mən qardeşim. Bu da bizim bugün günün trendində sizə təqdim etdiyimiz sonuncu xəbər idi. Sizdən danışdıq. Xəbər ziyafətimiz bir də sabah 22:10-da Space-də davam edəcək. Elvin Basqalının təqdimatında günün trendini hər gün, həftə içi hər gün izləməyi unutmayın. Görüşərik. Vədimizə sadiq olaq.